Bax, İmam İbn Qeyyim rahimehullah. Onun bir kitabı var, çox gözəl kitabdır. Tariqul Hicrəteyn kitabı. Orada bu məsələ barəsində gözəl danışır. Deyir ki, فَإِذَا أَذْنَبَ عَبْدٌ ذَنْبًا bir insan günah edərsə, Allah o günahın miqdarında onun üzərində olan bir nemət aparar. فَاِنْ تَابَ tövbə edərsə, rəciə qaydarsa, rəciət ileyhi av misluha. O nemət, tövbə edərsə, o nemət, yaxud onun mislində olan bir nemət qaydar ona. Ya həmin ki, hansı ki getmişdi günahla, ya o qaydar özü. Ya da onun mislində olan bir nemət qaydar ona. Və in asarra, yox, əgər günahda israrlı olarsa, fələm tərcə ileyhi. O nemət ona qayıtmaz. Və deyir ki, İmam İbn Qeyyim rahimehullah, və o qədər davamiyyətli günahda israrlı olarsa deyir, nəhayət deyir, bütün nemətlər onun üzərindən qalxar. İndi burada söhbət nədir? Ziya. Nemət deyəndə nəyə qəsd edirsən? Biri deyə bilər ki, Rəşad qardaş, vallahi mən nə qədər adam var, tanıyıram, günah edir, amma nemətlər elə bol-boldur onda. Gedib eləmir. Deyə bilər bunu? Yoxsa yox. Gördüyü nemətdə dünya malı bunlar nə? Amma imanı gedər, nə bilim. Əhsən. Huzur gedər, Əhsən. sağlamlığı gedər. Hamısı nemət. Allah onu o qədər də uzaqlaşdıra da bilər. O da bir söhbət nədir? Bəzi insanlar ruzini, neməti yalnız qardaşım dediyi kimi dünya şeylərində görür. Pul, mini, ev, və dünya maddiyyət. Və baxır ki, günah edirəm, elə bütün hər şeylə varımdır da. Sağlamlıq. Başa düşməyib. Başa düşməyib. Nemət məfhumu genişdir. Allah subhanahu və teala bu nemətlərdən, bu da Allahın nemətidir sənə verib. Lakin elə nemətləri var ki, bu onun yanında heç bir şeydir. Heç bir şeydir. Məsələn, salih əməllərə müvəffəq olunmaq bir nemətidir Allahın insana. Və özü də ən böyük nemətidir. Sən günah edəndə, o sən bildiyin yox, bu nemətlər alına bilir səndən. Sən qardaşım sübh namazına oyanmadın. Ən böyük nemətlər. Ən böyük nemət. O nədir ki, bunun yanında? Gecə namazına oyanmadın. Deyirsən, məndən heç nə alınmır, elə mən gün. Qardaşım, səndən alınır xəbəri yoxdur sənin. Niyə xəbəri yoxdur sənin? Çünki sən elə bilirsən ki, nemət ancaq zahirdə olan, üzdə olan şeylərdir. O da qalıb bax səndə. Evim də var, işim də var, övladım, uşağım, hər şey, maşınım, maaşım falan, hər şey yerindədir. Hansı nemət alınır ki? Sənin görmədiyi nemətlər alınır. Dua. Ümrə ziyarətinə getmir adam. İllərdir. Dua edə bilir. Dua əhsən, dua. Əlini açıb dua edə bilmir. Allaha dua etmək onun üçün verilən ən böyük nemətdir insana. Verilib sənə. Zikir. Səhər axşam zikirləri, namazdan sonra edilən zikirlər, sünnət namazları, qiyamul leyl, oruc. Müvəffəq olmaq salih əməllərə ən böyük nemətdir. Alınıb səndən. Hansı səbəblə? Hansı səbəblə? Sənin etdiyin günah səbəbi ilə. Və sonradan asta-asta nəhayət deyir, bütün nemətlər səndən alınır. Ona görə insanlar bunu dərk eləmirlər. Elə başa düşür ki, bir dəfə bir qardaş zəng eləyib, deyir ki, bəs Rəşad qardaş, vallahi bu cürdə deyir. Deyir, o deyirsən, qardaşım, o falan günahları edəndə adamın başına falan şeylər gəlir, aqibət olaraq, cəza olaraq. Mən deyir, hiss edirəm, bunu düz deyirsən. Bax, hərdən elə bir günah edirəm ki, arxasınca bir Allah Taala cəza verir, aqibət. Hiss edirəm ki, bax buna görə oldu. Bəs nəyə görə falan qardaş var, adını çəkir? Falan qardaşın həyatını bilirik hamımız. Günahlar üzərindədir, amma hər şeydə normal yerindədir. Nəyi başa düşməyib? Allahın imtahanını, Allahın hikmətini ki, Allah subhanahu wa ta'ala hər bir insanı onun zatına uyğun, imanına uyğun, həyatının gedişatına uyğun imtihan eləyir. Ola bilər ki, onda olan şeylər səndə olmasın. Ola bilər ki, səndə bir günahdan dərhal sonra elə bir şey baş verirsə, sən onu hiss eləyərsən. O birisi hiss eləməsin onu. Yəni, o demək deyir ki, məsələn, bu söhbət bir nəfərdə elədirsə, hamı da elə olmalıdır. Bu, ümumən elədir. Ümumən günahlar neyini? Nemətləri aparır. Ən böyük nemət də, vallahi, yiyib içmək nemətindən daha böyük nemət sənin salih əməllərə müvəffəq olmağındır. İman nemətidir. Müvəffəqiyyət, tevfiqdir. O alınır, sənin xəbərin olmur. Bax, bugün yatdım qaldım. Bir qardaş alınıb da. Sən bax gör, neynəmsən sən? Ona görə sələflərdən biri deyir ki, bir günah etdim, məşruq da ziya. Bir günah etdim deyir, neçə il deyir, gecə namazına duranmadım, məhrum oldum. Fikir ver. Günahın cəzasını, alınma nemətini gecə namazına bağlayır. Demir, bir günah etdim, maaşım azaldı. Bir günah etdim, falan minim əlimdən çıxdı. Bir günah etdim, gecə namazına məhrum oldum deyir. Bir günah etdim deyir, sübh namazına cəmaatına gedəmədim. Bir günah etdim, falan. Bir günah etdim, zövcəm üzümə ağ oldu deyir. Bu, o neməti nemət sayır. Yəni, o dərk edir ki, söhbət bu nemətlərdən gelir. Amma ola bilər ki, qaçılmazdır ki, bu birisi dünya nemətləri daxil olsun ora. Amma buna nisbətdə o nemətlər çox aşağıdır.
Vallahi çox aşağıdıq. Bir nemət ki, səni axirət həyatı həll eləyir. Allahın verdiyi nemət axirət həyatı ilə bağlıdır. O daha önəmli, o daha əzəmətlidir, şək yoxdur. Başa sala bildim mi? Rəzil olmaq da ona aiddir də. Rəzil olmaq da ona aiddir. Əhsən. Rəzalət. Yəni Bəli. sənə hamı hörmətlə, Əhsən. izzətlə. Əhsən. Allah Subhanahu taala bir dənə Bəli. addımdan sənə Bəli. Bəli. eləyir. Səhih. Səhih. İnsanın o hörməti var, onda Allah bir neməti tax sənə. Günah edəndən sonra baxırsan ki, alınır. O da ona daxildir. Əhsən.